Bir daha hər kəsə salam. Bu digər videonun ikinci hissəsidir. Burada təbii zonaları izah edəcəm. İndi gəlin keçək dərsin izahına. Deməli, yer üzərində istilik və rütubət müxtəlif paylanır və bu da təbii ki, bitki və heyvanların da müxtəlif paylanmasına səbəb olur. Ümumiyyətlə, heyvanlar, bitkilər və onları əhatə edən mühit. Yəni, onları əhatə edən mühit deyəndə su, hava, torpaq, süxurlar, bunlar hər biri birlikdə təbii kompleks əmələ gətirir. Və təbii komplekslər də müəyyən komponentlərdən ibarətdir. Bu komponentlər relyefdir, süxurlardır, iqlimdir, sudur, bitki və heyvanat aləmidir, torpaq örtüyüdür və s. Təbii komplekslər coğrafi qurşaqlar daxilində əmələ gəlir və coğrafi qurşaqlar yer səthinin enlik zonallığı üzrə ən böyük fiziki coğrafi bölgüsü hesab olunur. Coğrafi qurşaqların adları və sərhədləri iqlim qurşaqları ilə təxmini üst-üstə düşür. Onların daxilində temperatur eyni olur, amma rütubətlənmə şəraiti fərqli olur. Ona görə də coğrafi qurşaqların daxilində təbii zonalar əmələ gəlir. Təbii zonalar isə ən nəhəng təbii komplekslərdən biridir. Təbii zonalara misal olaraq səhra, savanna, meşə, çöl və tundranı göstərmək olar və təbii zonalarda insanlar tərəfindən müxtəlif mənimsənilmişdir. Çünki təbii zonaların rütubət və temperatur şəraiti bir-birindən fərqlənir. Təbii ki, bunlardan rütubət hansında daha normaldırsa, temperatur hansında nə çox, nə də azdırsa, insanlar həmin təbii zonalarda məskunlaşırlar. Məsələn, insanlar tundra və səhra təbii zonalarında daha az məskunlaşıblar. Yəni, bunları daha az mənimsəyiblər. Amma çöldür, enliyarpaqlı meşədir, savannalardır. Bu kimi təbii zonaları isə daha yaxşı, daha çox mənimsəmişdilər və burada məskunlaşmışdılar. Təbii zonalar burada yayılan bitki növlərinə görə adlanır. Bundan başqa təbii zonalar oxşar temperatur və rütubətlənmə şəraitinə, eyni növ torpaq örtüyünə, bitki və heyvanlar aləminə malik olurlar. Yəni, bir təbii zona daxilində rütubət və temperatur eyni olur. Torpaq örtüyüdür, bitkidir və heyvanat aləmidir. Bunlar bir-birinə oxşar və yaxud da eyni olurlar. Və təbii zonaların yaranmasının səbəbləri yerin müxtəlif hissələrində istilik və rütubətin nisbətinin müxtəlif olmasıdır. Təbii zonalar üfüqi və şərqi istiqamətdə paylana bilər. Üfüqi istiqamətdə paylanması ekvatordan qütblərə doğru istilik və rütubətin nisbətinin dəyişməsi ilə bağlıdır. Əgər təbii zonalar enli istiqamətində yox, uzunluq istiqamətində dəyişərsə, bu sektorluq adlanır. Və yaxud da əgər təbii zonallıq, yəni üfüqi istiqamətdə qanuna uyğunluğu pozularsa, bu azonallıq adlanır. Üfüqi zonallığın dəyişməsinin, yəni pozulmasının səbəbi cərəyanlar və relyefdir. Daha sonra bir də var şaquli zonallıq. Şaquli zonallıq isə dağın ətəyindən zirvəsinə doğru istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq təbii zonaların yaranmasıdır. Dedik ki, ekvatordan qütblərə doğru istilik və rütubətin dəyişməsinin nəticəsində təbii zonalarda ekvatordan qütblərə doğru dəyişir və onların arasında keçid zonaları da əmələ gəlir. Bu zonalarda iqlim şəraiti il ərzində xeyli dəyişir. Buna görə də bitki və heyvanlar aləmində əsas təbii zonaların bitki və heyvanlar aləmindən fərqlənir. İndi isə keçək görək təbii zonalar hansı ərazilərdə yayılıb. Ekvatorial iqlim qurşağının daxilində rütubətli ekvatorial meşələr əmələ gəlir və ekvatorial meşələr Amazon və Konqo çaylarının hövzələrində, böyük zond adalarında rast gəlinir. Daha ətraflı desək, Cənubi Amerikada Ant dağlarının şərq ətəklərində, Amazon çayının hövzəsi və mənsəbində, Afrikada Konqo çayı hövzəsində, Viktoriya gölü yaxınlığında, Nigeriya çayının mənsəbində, adalardan Şri-Lanka adasının cənubudur, Yeni Qvineya adasıdır, Yava adasıdır, Sulawesi, Kalimantan, Moluk adaları, Sumatra adası, Filippin adalarının böyük bir hissəsində və Malakka yarımadasının cənubunda yayılmışdır. Ekvatorial meşələrdə havanın orta illik temperaturu 25-28 dərəcə olur və il boyu yağıntı 2000-3000 mm və daha çox ola bilər. Rütubətli ekvatorial meşələrdə istilik və rütubət kifayət qədər olduğuna görə burada bitkilərin növ tərkibi də zəngindir. Həm bitkilər, həm də heyvanların növ tərkibi zəngindir. Hətta ekvatorial meşələrdə çox yaruslu meşələr də yayılmışdı ekvatorial ərazilərdə. Onu da qeyd edeyim ki, Amazon meşələri də rütubətli ekvatorial meşələrdəndir
və Amazon meşələrini planetimizin ağciyərləri adlandırırlar. Cənubi Amerikada yayılan ekvatorial meşələr isə selvas adlanır və ekvatorial meşələr çoxyaruslu olur. Çoxyaruslu deyəndə şəkildə də nəzər yetirsəz, meşələrdə bitkilər 4 yarusdan ibarətdir. Yəni 4 hündürlükdə bitkilərdən ibarətdir. Birinci yarusda hündürlüyü 60 metrə qədər çatan nəhəng ağaclardır. İkinci yarus hündürlüyü 20-30 metr olan ağaclardır. Üçüncü yarus hündürlüyü 10-20 metr olan ağaclar. Dördüncü yarus isə hündürlüyü 2-3 metr olan kol və ot bitkiləri və yaxud da bura ay döşəyi də aid ola bilər. Burada yerləşən bitkilərə, yayılan bitkilərə çörək ağacı, palma, qırmızı ağac, hevaya, yəni təbii kauçuk ağacı da deyilir buna. Daha sonra banandır, sonra sarmaşıqlardır və yaxud da hündür ot və kol bitkiləridir. Bunlara aiddir. Heyvanlardan isə yırtıcılar, quşlar, timsahdır, ilanlardır, meymunlar, həşəratlar və s. yayılmışdır. Cənubi Amerikada və Afrikada yayılmış ekvatorial meşələr Avrasiyanın ekvatorial meşələrinə nisbətən daha zəif mənimsənilmişdir. Çünki burada bataqlıqlar geniş yayılıb, rütubətli ifrat dərəcədədir, keçilməz meşələrdir, müxtəlif həşəratlardır, tropik xəstəliklərdir. Bunlar ərazilərin əhali tərəfindən daha zəif məskunlaşmasına səbəb olur. Hətta Cənubi Amerikada ekvatorial meşələr Transamazon magistralı çəkilənə qədər demək olar ki, mənimsənilməmişdir. Bu magistral yolun uzunluğu 5000 kilometrdən çoxdur. Magistral Amazon meşələrindən keçir və Perunun paytaxtı Lima şəhəri ilə Braziliyanın Resife şəhərlərini birləşdirir. Eyni zamanda magistral yol Atlantik okeanına, Sakit okeanına qədər uzanır və yolun əsas məqsədi ondan ibarətdir ki, materikin mərkəzində olan təbii ehtiyatlar mənimsənilsin. Onu da qeyd edeyim ki, Amazon meşələrinin sahəsi də sürətlə kiçilir. Çünki meşələrin qırılmasının bəzi səbəbləri var. Bunlar kənd təsərrüfatının inkişafıdır, ağac tədarüküdür, kağız və mebel istehsalıdır, daha sonra faydalı qazıntıların çıxarılmasıdır və yol tikintisidir. Və həmin meşələrin yerində qəhvə və tropik meyvələrin plantasiyaları da salınmışdı. Avrasiyanın cənub-şərqində isə ekvatorial meşələr mənimsənilmişdi və burada çay, çəlti və tərəvəz becərilir. Ərazinin xarakterik bitkisi isə təbii kauçukdur, yəni heveya. Onu da qeyd edeyim ki, təbii ki, burada bioloji ehtiyatların və yeraltı sərvətləri mənimsəmək üçün ərazidə qurutma işləri də aparılır. Subekvatorial enliklərdə isə bilirik ki, yay isti və yağıntılı keçir, qış isə isti və quraq keçir və burada savanna və seyrək meşələr təbii zonası yayılmışdı. Yayın isti və yağıntılı olması ilə əlaqədar təbiət canlanır, ağaclar yaşıllaşır və sıx ot örtüyü əmələ gəlir. Qışda isə quraq olduğu üçün otlar quruyur, ağacların bir qismi isə yarpağını tökür. Burada isə orta aylıq temperatur 20-30 dərəcə arasında dəyişir, il ərzində isə 1000-3000 metr arasında yağıntı düşür. Savanna və seyrək meşələrdə otların ot örtüyünün çox olması ilə əlaqədar ot yeyən heyvanlar və onlarla qidalanan yırtıcı heyvanlar da geniş yayılmışdı. Qeyd etdim ki, burada yay isti və yağıntılı keçir, qış isə quraq və isti keçir. Bununla əlaqədar olaraq Afrikada heyvanlar mövsümlər üzrə şimala və yaxud da cənuba doğru miqrasiya edirlər. Savanna və seyrək meşələr subekvatorial, subtropik və mülayim iqlim qurşaqlarının daxilində yarana bilərlər. Savanna və seyrək meşələr Cənubi Amerikada, ekvatordan şimalda lianoslar adlanır. Bura Braziliya yaylası, La Plata ovalığı, Galinas burnu aiddir və Cənubi Amerikada, ekvatordan cənubda qalan hissədə savanna və seyrək meşələr Kampos adlanır. Yəni Braziliya yaylası və La Plata ovalığındakı savanna və seyrək meşələr Kampos adlanır. Meksika yaylasının qərbi ABŞ ərazisinə qədər savanna və seyrək meşələrdir. Kaliforniya yaylasının cənubu, Rio Grande çayının hövzəsi, Yucatan yarımadasının şimalı, Yamaykanın bir hissəsi və Kubanın bir hissəsi, Galapagos adaları, Afrikanın 40% savanna və seyrək meşələrdir. Bura Senegal, Niger, Volta çaylarının hövzələri aiddir. Çad gölünün ətrafı və Şari çayı, Nil çayının hövzəsi, Somali yarımadası, Niassa Rudolf gölünün və Viktoriya gölünün ətrafı,
Tanganika gölünün şimalı, Zambezi çayı hövzəsi, daha sonra Kongo çayının hövzəsi, Kalahari səhrasının bir hissəsi, Madaqaskarın qərbi, Limpopo çayı hövzəsi və mənsəbi, Okavango çayı, daha sonra Pakistan, Hind çayı hövzəsi, Hindistan yarımadasının mərkəzi, yəni Dekan yaylası, Hindistanın şimalı, Şri-Lanka adasının şimalı, Qanq çayı hövzəsi, Tar səhrası, Hind-Çin yaylası, Mekong çayının hövzəsi, Avstraliyanın cənub-şərqi və cənub-qərbində subtropik iqlimi daxilində yayılıb, Murray çayının hövzəsində yayılıb, bir də Carpentaria körfəzindən Murray çayının mənsəbinə qədər. Ekvatorial meşələr və savanna və seyrək meşələrin arasında dəyişkən rütubətli meşələr zonası yayılmışdır. Dəyişkən rütubətli meşələr zonası subekvatorial qurşaqda, Cənubi Amerikada, ekvatordan şimalda, Qviana yaylasında yayılıb, daha sonra ekvatordan cənubda, Braziliya yaylasında, burada ekvatorial meşələr və savanna və səhra təbii zonaları arasında yayılmışdır. Daha sonra Konqonun cənubunda, Konqo çayının mənsəbində, Viktoriya gölünün sahillərində, burada da ekvatorial meşələrlə savannalar arasında yayılıb. Filippinin şimal hissəsində, yəni Luzon adasının şimalında, Hindistan yarımadasında, Qanq, Brahmaputra çaylarının mənsəblərində, Malakka yarımadasının şimalında, Hind-Çin yarımadası və Hainan adasında yayılmışdır. Daha sonra Avstraliyada Cape York yarımadasında, Mariato burnu və Panama ərazisində yayılıb. Daha sonra tropik qurşaqlarda Braziliya yaylasının şərqində, burada Braziliya cəryanının təsiri ilə yaranır. Cabo Branco burnu, Yucatan yarımadası, Meksika yaylasının şimalında, Florida yarımadasının cənubunda, Mississippi ovalığı və Atlantik sahili ovalıqda, Appalaç dağlarının şərqində, burada musson iqlimidir. Onu da qeyd edeyim ki, dəyişkən rütubətli meşələr həm subekvatorial və tropiklərdə yayılıb, həm də subtropikin musson meşələrdə dəyişkən rütubətli meşələr kimi gedir və burada qeyd etdiyim Appalaç dağlarının şərq ətəklərində musson iqliminə malik dəyişkən rütubətli meşələr yayılmışdır. Daha sonra Mississippi çayının hövzəsində, Böyük Çin düzənliyində, Xuanxe yançızının mənsəblərində, Koreya yarımadasında, Amur çayı hövzəsi, Yapon adaları, Luzon adasının şimalında və Tayvan adasında yayılmışdır. Avstraliyanın şimalı, Yeni Zelandiyanın şimalında və Madaqaskarın şimalında da dəyişkən rütubətli meşələr yayılıb. Musson meşələri yenə də qeyd edirəm, musson iqliminin yayıldığı ərazilərdə yayılmışdır və əsasən materiklərin şərq hissəsində yayılıb. Təbii ki, bunlar da Şimali Amerika və Avrasiyanın şərq sahilləridir. Daha sonra gəlin səhra və yarımsəhra təbii zonasına baxaq. Səhra və yarımsəhralar tropik, subtropik və mülayim iqlim qurşaqlarının daxilində formalaşır. İsti və quru təbii şəraitə malik olurlar. Bu ərazilərdə ildə yağıntıların miqdarı 150-170 mm-dən az olur və yeraltı sularda əsasən şorslu olur. Buna görə də bitkilər quraqlığa dözümlü bitkilər olur. Bitkilər arasında quraqlığa davamlı bitkilərə ksorofit bitkilər deyilirdi və bu bitkilər əsasən tikanlı kollardır. Daha sonra cod otlardır, şoran və dəvətkanıdır, kaktüsdür, daha sonra yovşandır və s. bu kimi quraqlığa davamlı bitkilər. Və isti ərazilərdə, yəni səhralarda bəzən yeraltı sular səthə çıxır və burada palma ağacları bitir və xüsusi təbii bir mühit yaranır. Bu mühitə deyilir vahə. Təbii ki, səhra və yarımsəhralarda iqlimin quraq və çox isti olması ilə əlaqədar burada həm bitki örtüyü, həm də heyvanlar aləmi çox zəifdir. Səhra və yarımsəhra təbii zonalarının yayıldığı ərazilər. Böyük səhra, Liviya səhrası. Onu da qeyd edeyim ki, Liviya səhrasında dünyada ən yüksək temperatur müşahidə edilmişdir. Daha sonra Afrikanın şimalında temperatur amplitudu cənubuna nisbətən daha çox idi. Nubiya səhrası, Namibiya və Kalahari səhraları. Daha sonra Ərəbistan yarımadası, Rub-əl-Xali, Böyük və Kiçik Nəfud səhraları, İranda Dəştilüt səhrası, Hindistan və Pakistan sərhəddində Hind çayı hövzəsi, Tar səhrası, Suriya, İsrail və Misirdə, Mesopotamiya ovalığında, Dəşti Kəbir səhrasında, İran yaylasının şimalında. Bu ərazilər tropik iqlim qurşağı daxilində yaranan yarımsəhra və səhra təbii zonasıdır. Mülayim iqlim qurşağı daxilində yaranan səhra və yarımsəhra təbii zonaları hansı ərazilərdə yayılıb? Bunlar Qobi səhrası, Təkləməkan səhrası, Tarim çayı, Volqa və Ural çaylarının mənsəbi, Kaliforniya yarımadası,
Burada Sonar və Mojave səhraları, Atakama səhrası, Patagoniya yaylası, Gibson və Simpson səhraları, Böyük Viktoriya səhrası, Böyük Qumlu səhra, Nallar Bor düzənliyi və mərkəzi ovallığın bir hissəsi. Tropik səhralarda gündüzlər adətən havanın temperaturu 50 dərəcədən yuxarı olur, gecələr isə 0 dərəcədən aşağı düşür. Bu isə təbii ki də fiziki aşınmanı intensivləşdirir. Bir də səhralarda əsasən yemə daha az tələbkar olan yunluq istiqamətli qoyunçuluq və dəvəçilik inkişaf etdirilir. Bundan başqa Afrika və Avstraliyada səhralar geniş sahə tutur. Əkinçilik isə yalnız vahələrdə xurma palmasının becərilməsi ilə məhdudlaşır. Səhralarla bağlı onu da qeyd edeyim ki, Merinos qoyun cinsi Avstraliyada səhralar üçün səciyyəvidir. Bir də dünyanın ən böyük səhrası Böyük səhradır, ən quraq səhrası isə Atakama səhrasıdır. Daha sonra keçək çöl və meşə çöl təbii zonasına. Çöl və meşə çöl təbii zonası torpaqları ən məhsuldar torpaqlardır. Şimal yarımkürəsində, Şimali Amerikada daha doğrusu çöl və meşə çöl təbii zonası prairie adlanır. Cənubi Amerikada pampa adlanır. Avrasiyada isə steplər adlanır. Steplərin yayıldığı ərazilər Qara dəniz sahilləri, Ukraynanın cənubu, Rusiya, Qafqaz, Qazaxıstan şimalı, Monqolistan və Çində Xuanxe çayının mənsəbinə qədər olan ərazidə yayılıb. Preirilər isə Meksika və Rio Grande'nin mənsəbinə qədər yayılıb. Pampalar Parana çayının mənsəbində, La Plata'nın cənubunda, Argentina və Paragvay ərazisində yayılıb. Onu da qeyd edeyim ki, bu təbii zona mülayim və subtropik iqlim qurşaqlarının daxilində yayılır. Codyarpaqlı meşə və kollular təbii zonası hansı ərazilərdə yayılıb? Şimali Amerikanın qərbində Aralıq dənizi iqlimi daxilində, Avropanın cənubunda, İsrail, Suriya, Liviya, Qara dəniz sahillərində, Afrikanın şimalında, Atlas dağlarının şimal ətəklərində, Mərakeş, Əlcəzair, Tunis, Car, İynə və Ümid burunlarında yayılıb. Saydığım ərazilərdə fikir versəz görərsiniz ki, bu təbii zona yalnızca subtropik iqlim qurşağı daxilində yayılmayıb, həm də tropik iqlim qurşağının da daxilində yarana bilir. Daha sonra enliyarpaq və qarışıq meşələr təbii zonasının yayıldığı ərazilərə baxaq. Bunlar İrlandiya adası, Qərbi Avropadan Şərqi Avropaya qədər, Almaniya Polşa ovalığı və Böyük Britaniyanın şimalında qarışıq meşələrdir. Böyük Britaniyanın cənubu, Pireney yarımadası, Jutlandiya yarımadası və onu da qeyd edeyim ki, bu təbii zonalarda palıd, fıstıq və vələs ağacları geniş yayılmışdı. Daha sonra göllər ətrafında Winnipeg gölünün bir hissəsində qarışıq meşələr yayılmışdı. Cənubi Amerikada isə Cənubi Amerikanın cənubunda Odlu Torpaq adasında, Yeni Zelandiya və Tasmaniyanın cənub hissələrində qarışıq meşələr yayılmışdı. Tayqa meşələri Böyük Britaniyanın şimalı, Skandinaviya yarımadası, Botnik körfəzi sahilləri, Kola yarımadası, Şimali Avropanın böyük bir hissəsində, Ural dağlarında, Qərbi Sibir ovalığı, Orta Sibir yaylasında, Baykal ətrafında, Saxalin adasında, Hokkaidanın şimalında, Kamçatkanın qərbində, Yukon çayı hövzəsində, Alyaska ştatında, Makkenzi çayının hövzəsində, Hudson körfəzinin sahillərində yox, James körfəzinin sahillərində yayılmışdı. Labrador yarımadasında, Ungava körfəzi sahilləri, Böyük yayı Böyük kölənin bir hissəsində yayılmışdı. Tundra və meşə tundra təbii zonası Şimali Amerikanın şimal hissələrində, Alyaska yarımadasında və Labrador yarımadalarında, Avrasiyanın isə yenə də şimal hissələrində yayılmışdı. Arktik səhralar isə Şimali Amerikadan şimalda yerləşən adalarda, Avrasiyada isə Avrasiyanın şimal hissələrində və Avrasiyadan şimalda qalan Şimal Buzlu okeanında yerləşən adalarda formalaşır. İndi isə bu təbii zonalarda hansı torpaqlar yayılmışdı, onları qeyd edəcəm. Rütubətli ekvatorial meşələrdə dəmir birləşmələri ilə zəngin olduğuna görə burada qırmızı, sarı ferrolit və laterit torpaqlar geniş yayılıb. Dəyişkən rütubətli meşələrdə və musson meşələrində qırmızı və sarı torpaqlar geniş yayılıb. Savanna və seyrək meşələrdə qırmızı qonur torpaqlar, səhra və yarım səhralar tərbiyə zonalarında boz qonur və boz şoran torpaqlar yayılıb. Codyarpaqlı meşə və kollular təbii zonasında qəhvəyi torpaqlar, rütubətli subtropik meşələrdə qırmızı və sarı torpaqlar, çöl
təbii zonasında qara və şabaldı torpaqlar, meşə çöldə isə qəhvəyi meşə və qara torpaqlar yayılmışdı. Enliyarpaqlı meşələrdə qonur və qəhvəyi meşə torpaqları, qarışıq meşələrdə çimli podzol torpaqlar, tayqa meşələrində isə podzol, kürək salan torpaqlar geniş yayılıb. Onu da qeyd edeyim ki, tayqa meşələrində iynəyarpaqlı ağaclar geniş yayılmışdı. Tundra və meşə tundra təbii zonalarında tundra qleyli və çimli bataqlıq torpaqlara yayılıb. Səhralarda isə, yəni buz səhralarında Arktik və Antarktidada iptal torpaqlar yayılmışdı. İndi isə gəlin son olaraq materiklərin ucqar nöqtələri və onların yerləşdiyi təbii zonaları qeyd edək. Avrasiyanın ucqar nöqtələrindən şimal ucqar nöqtəsi Çelyuskin burnu Arktik səhrada yerləşir. Piyay burnu cənub ucqar nöqtəsi rütubətli ekvatorial meşələrdə. Qərb ucqar nöqtəsi olan Roka burnu codyarpaqlı meşələr və kolluqlar təbii zonasında. Şərq ucqar nöqtəsi Dejinyev burnu isə tundra təbii zonasında yerləşir. Şimali Amerikanın şimal ucqar nöqtəsi Merchison burnu Arktik səhrada. Cənub ucqar nöqtəsi Mariota burnu dəyişkən rütubətli meşələr təbii zonasında. Qərb ucqar nöqtəsi Uels şəhzadəsi tundrada və St. Charles isə tundrada yerləşir yenə də. Cənubi Amerikanın şimal ucqar nöqtəsi olan Gallinas burnu savanna və seyrək meşələrdə. Cənub ucqar nöqtəsi Frayot burnu yüksəklik qurşağında yerləşir. Qərb ucqar nöqtəsi Parinyas burnu səhra və yarım səhrada. Şərq ucqar nöqtəsi Cabo Branco burnu isə dəyişkən rütubətli meşələrdə yerləşir. Afrikanın şimal ucqar nöqtəsi Bensekka və cənub ucqar nöqtəsi İynə burnu hər ikisi də codyarpaqlı meşə və kolluqlar təbii zonasında yerləşir. Qərb ucqar nöqtəsi Almadi burnu, şərq ucqar nöqtəsi Rasefin burnu isə hər ikisi də savanna və seyrək meşələrdə yerləşir. Avstraliyanın şimal ucqar nöqtəsi olan York burnu dəyişkən rütubətli meşələrdə, cənub ucqar nöqtəsi cənub-şərq burnu codyarpaqlı meşə və kolluqlarda, Byron burnu şərq ucqar nöqtəsi dəyişkən rütubətli meşələrdə yerləşir. Qərb ucqar nöqtəsi Steep Point isə səhra və yarım səhralarda yerləşir.